Salam, hər vaxtınız xeyir. Sizinlə mən Könül Məmmədova. Bu günləri sizə 2 ayda evdə işlətdiyim məhsullarımın boş qablarını, boş qutularını göstərəcəm və bunlar haqqında biraz məlumat verəcəm. Deməli, mən ən əsas birinci başlayıram öz ətirlərimlə. Bu ətir Quenchip ətiridir, premium ətirdir. Artikulu bilmirəm neçədir, amma çox gözəl ətirdir. Bunu alıb hamıya istifadə etməyi tövsiyə edirəm. Çox bəyənirəm bu ətiri. Qoxusu çox möhtəşəmdir və mən artıq bunun yenisini açmışam. İkinci ətirim, bitən ətirim One Week deyil bu. Ultravioletdir. Ultraviolet ətiridir. Çox gözəl ətirdir. Ultravioletin bir fransız variantı var. İnanırsınız ki, bu ondan da gözəl ətirdir. Ona görə də mən bunu da sizə tövsiyə edirəm. Bu hamının sevimlisi Valentin Yudaşkin ətridir. Bunun artikulunu bilirəm. 30.03 artikulludur. Çox gözəl ətirdir. Amma bu ətir, bu da It's Clear seriyasındandır. Bu da çox qəşəng ətirdir. Bunu artıq bir neçə dəfədir ki, alıb istifadə edirəm. Bunun qutusu hətta elə bir qutudur ki, qutunu əkəndə bu çiçək, bu ətiri istehsal elədikləri çiçəklər bitir. Aha. Danq eləməsin deyə bunu korobkaya atmıram. Korobka qoymuşam burada belə yerə ki, artıq məhsulları özü oraya yığım. Bu Okeanum seriyasından spreydir. Bu sprey həm də elə ki oyadıcı spreydir, həm bədənə üzə yazılıb ki, Smart Skin modelisləmi dəniz yosunları ilə olan spreydir. Bu çox qəşəng spreydir. Bundan bir neçə dənəsini istifadə eləmişəm. Hamısı bitib. Baxın, biri də budur, bu köhnə variantıdır. Bu təzə variantıdır. İkisi də bitib. Bunun artikulu yəqin ki buralarda var, amma Okeanum seriyasında elə katalogdan siz bunu seçib ala bilərsiniz. Super bir məhsuldur. Yəni onu hamıya tövsiyə edirəm. Daha sonra baxın, bu spreyi göstəreyim. Bu sprey də saç üçün spreydir. 2 fazalıdır. Smart Keratin seriyasındandır. Saçınızı ukladka eləyəndə bundan istifadə eləsəz, bu spreydən, saçınız həm yanmayacaq, həm də purpuz dayanmayacaq, həm də ki düppələndüz olacaq. Heç ukladka eləməmiş, elə bunu püskürdürsünüz saçınıza. Həm gözəl qoxu gəlir, 78-76 artikulludur. Həm də qoxudan da əlavə düppələndüz eləyir saçınızı. Bu isə yeni seriyadandır. 17-si birində olan spreyimizdir. Bu da qəşəng bir spreydir. Artikul kodu 20.010'dur. İndi hal-hazırda bunun artıq yeni variantı var. Keratin variantı. Onu da almışam. Hələ o bitməyib. Buna görə də sizə ancaq bunu göstərirəm. Mən spreyləri sevirəm. Çox sprey istifadə edirəm. Aha. Bu isə Oxyology seriyasından olan spreydir. Artıq üstünü də qopartmışıq. Bu bitib. Yerdə yenisini açmışam. O da onu görsünüz, bir dənə üstündə belə yazılanı var. Bunun 12.56 idi. Artıq yeni variantı var. O da onu açmışam. İnşallah onu da bitirəndə sizə onun haqqında da məlumat verərəm. Bu isə Lakrama seriyasının yeni çıxan orxideyalı əl sabununun boş qabıdır, boş qutusudur. Bunun ətri çox gözəldir. 83-24 artikulludur. Mən əvvəllər Lakrem seriyasını sevmirdim. Niyə sevmirdim? Çünki əlimi yuyanda o kremli kimi qalırdı əlim. Ona görə elə bildim ki, bu yaxşı deyil. Akazvetse bu elə kremli olduğu üçün daha yaxşıdır ki. Bu isə əl sabunudur. 14-43 artikullu. O da qəşəng sabundur. Amma Lakremanı mən daha çox sevirəm. Lakrem seriyasını. Bu Renovage seriyasının köpüğüdür. Mən bu Renovage seriyası yaxşı seriyadır. Sadəcə 60 plusdur. Mənim yaşımdan hələ var 60 olmağına. Amma köpük olaraq mən Renovage'ı istifadə edirəm. Kremlərindən də hərdən istifadə edirəm. 0791. Və Renovage'ın hətta nəyindən istifadə edirəm deyim sizə. Zərdabından. O da gözəldir. Zərdabı. Aha. Bir də buradan sizə göstərim. Quru şampundur. Bu keratin komplekslidir. Həm də bunun rəngi var. Elə bir ki, saçınız ağarıbsa, bir damcı, bir harası tələsirsiniz, yumaq istəmirsiniz. Elə bundan istifadə edəndə 28-70 artikullu. Həm saçınız təmiz görsənir, həm də
ağaran yerlərini rəngləmiş olursunuz da bir günlük. Aha, bu da belə. Daha sizə göstərəcəm bu spreyi İdeo'dan. İdeo'nun bu spreyi antiperspirantdır, delikat krem. Bu həm də sensitiv, yəni həssas dərilər üçün daha yaxşıdır. Aloylu 0576 artikulludur. 0576 artikullu. Bu isə ultravioletin qoxusunu verir. Bunu daha çox sevirəm. Satin kare, sprey antiperspirant. Bunun da artikul kodu 6800'dur. Aha. Daha sonra burada o kadar şey var ki, daha bir dənə də burada kişi ətri var Vikingdən. Viking ətri. Bu da qəşəng ətirdir. Bunda uşaqlar istifadə edir. Uşaqlar çox ətir istifadə edir. Ona görə də onlarınki bitmir. Niyə? Bir gün bundan, bir gün ondan vurur. Məndə görürsünüz 4'ü bitib. Bunlarda hələ bir dənəsi. Aha, hələ bir dənə də belə bir ətir açıblar. Skandinavi 8 elementdən. Bu da yeni ətirdir. Artikul kodu harda yazılıb? 3900 artikulludur. Bunu da belə qoyaq bura. Bu da saç rənglərinin. Bir dənə mən belə ətir açdım. Təzə açmışam bu ətiri. Sanzaniya ətirini. Həm birinci addım hədiyyəsi olduğuna görə start proqramda kişi üçün də açmışam. Qadın üçün də 3106 artikulludur. Bu qutuları bu tərəfə yığım. Aha. Bir də işlətdiyim saç rəngləri çox işlətmişəm əslində. İkisinin qabı qalıb. 7-1, 7-17 qalıb. 7-1-lə həmişə 8-1-i qarışdırıb qoyurdum saçıma. Yəni salonda elə eləyirdim. Bir dəfə tələsik 7-17-ni özüm evdə qoydum. Onda saçımı tündləşdirdi. Amma qatıb qoyanda 8-1-lə 7-1-i çox qəşəng effekt verir. Aha, daha sonra sizə nəyi göstərim? Paraşokların. Bu paraşokları mən əvvəl o birisi paraşoklardan istifadə edirdim paltar yumaq üçün. Amma soyun seriyası istehsala gəldikdən sonra mən soyun seriyasının paraşoklarından istifadə edirəm. Bunların tərkibində həm də ləkə çıxardıcı var. Konsentrat pətna vəziyyətidir. Bunları istifadə edəndə heç pətna vəziyyəti ləkə çıxarıcı istifadə etməsəz də olar. İstifadə etməsəz də olar. Bir də təzə açmışam bunları. Hansı krem gəldi, mən onları istifadə edirəm. Hansı krem gəldi, açıram. O yüzden de mənim kremlərim də heç bitmir həmişə. Bitməmişdən onları paylayıram. Baxın, bu Miskini seriyası hal-hazırda bu yoxdur ambarda. Amma məndə var idi, elə açdım, özüm istifadə elədim. Təzə bir dənə də ətir açmışam. Bunun əslində bir neçəsini işlətmişəm Biosidar. İndi bunlar yoxdur fabrikdə, amma əvvəllər var idi Biosid seriyasının. Bu da qəşəng gətirdi. Biri qalmışdı məndə. Bir dənə onu da özüm üçün açdım. Bunun da gözəl ətri var, qoxusu var, amma hal-hazırda yoxdur da fabrikdə. İndi belə. İndi təzə Mamamın kremlərini göstərmişsə, Mama Matrigenik seriyasını istifadə edir. Əvvəl o Anvik Miracle seriyasını istifadə edirdi. Amma indi Matrigenikdən bu 65 plusdur. 65'dən yuxarıda, 65 yaşdan yuxarı hamıya bu kremi tövsiyə edirəm. Matrigenik. Görürsünüz, çox gözəl kremdir. Dəriyə bütün biometrik kosmetikadır da bu. Dərin qırışları belə düzəldir. Lap düzəltməsə də düzəldir də. Bu isə onun göz ətrafıdır 0768. Aha, bu da qəşəngdir. Göz ətrafı gündüzü, gecəsi hamısı yaxşıdır. Burada da bir dənə də klaskanın kutusu qalıb. Burada 7-4. Əslində bu 7-4'ü mən istifadə eləməmişəm. Amma 7-4'ü uşaqlar götürüb açıblar, nəvələr dağıdıblar. Ona görə 7-4'ün korobkası qalıb ortalıqda. Bir dənə də təzə ətir açmışam. Kaorizin. Bundan əlavə bir neçə ətir açmışam. Sadəcə korobkaları işdə qalıb. Alatao Wings ətri də çox gözəldir. Çox gözəldir. Onu da hamıya tövsiyə edirəm. Zelidə. Bunlar dəniz qoxulu, səma qoxulu. 3102 artikulludur. Alatao Wings'i mən Vietnamda olanda deməli mindim liftə, gördüm liftdən gözəl qoxu gəlir. Liftə də bir dənə bizim Yaqut direktor Suğra xanım var idi. Deyirəm, ay Suğra xanım, nə duxusu vurmuşsan? Deyir ki, bəs Alatao Wing duxusunu vurmuşam. Çox gözəl də ətri var. Mən gələn kimi onu tövsiyə elədim hamıya və özüm də açdım istifadə üçün. İşdə də qoymuşam, evdə də. Və bu təzə çıxan şampundur. 310 artikulludur. Oksigenli dağıtım özü getirmişdi korobkaya. O
deməli bu şampunun tərkibində elə bir maddə var ki, o saçın ağarmaqdan qoruyur da, daha tez ağarmaqdan qoruyur. Ha, bax bunu da görürsünüz, heç işlətməmişəm, uşaqlar sıxıblar, nəvələrim mənim. 0855 artikulu Tanal kremdir. Bunu sıxıb açıb dağıtmışdılar. İçində qalanını mən ICO kuşonunun içinə yəni əlavə elədim. Çox qəşəng effekt verdi. Bu cici kremdir ICO-dan. Çox qəşəng kremdir bu. Bu bir rəng olur, dərinin rənginə uyğunlaşır. Dərinin rənginə uyğunlaşır. Ona görə bunu alıb istifadə eləyin. Yəni ziyanı yoxdur. Tərkibi də ilbis seli əsaslıdır. Bunu götür. Təzə şampunlarımı, bunlar mənim mamam deyir ki, bu botanikanın şampunları saçı yuyanda saça parıltı verir, rəng verir. Yəni onu xoşladığı şampundur. Şampun balzam, artikul kodu bərpa edicidir, 77-71 artikulludur. Bu isə bu təkcə şampundur, ipək kimi eləyir saçı. İpək tərkiblidir, 12-81 artikullu. Bunu da alıb istifadə edə bilərsiniz. Şampunlarımız möhtəşəmdir. Oktyol ucunda şampunlar qəşəngdir, özü düşdü korobkaya. Deməli, burada mənim, bunlar isə heç istifadə eləməmişəm. O qədər təzə çıxır ki, bu qalıb vaxtı keçib. Sakura'nındır, Arisu seriyasından Faberlic'in. Görürsünüz, içində qalıb. Hər dəfə təzəsi çıxır, alırıq, bunlar qalır. Aha. Bu da qəşəngdir, maska balzamdır saç üçün. Bunun da havamda qalıb vaxtı keçib. Ona görə təzələrini gətirmişəm. Təzə yeni çıxan salon seriyasından. Daha sonra sizə nə təqdim edeyim, istifadə edeyim. Baxın, bu təzə çıxan antijildir. Yağ əleyhinə vasitədir. Əvvəllər 30-119 istifadə edirdim. İndi 30-118. Çünki bunun həm də pulverizatoru var, həm də 30-119'u tək isti suda isti eləyib təmizləyirdim qazanları, qabları. Amma bu elə soyuq halda da təmizləyir antijil. 60 saniyədə göstərilib, 60 saniyədə təmizləyir. Bunun pulverizatoru var. Yəni bunu deyim sizə ki, pulverizatorunu atmaya bilərsiniz. Çıxardıb başqa bir vasitənin üzərinə də taxa bilərsiniz. Pulverizator da yəni qab yuyan vasitəmiz 0+'dur. 30-065 artikuludur. 0+ yəni o demək ki, yəni körpə uşaqların belə qablarını, soskalarını yuya bilərsiniz. 3 dəfə başqa vasitələrdən keyfiyyətlidir. 3 dəfə qatıdır. Əsas məsələ ziyansızdır. Bu isə deməli hamam təmizləyəndir. Bunun artikul kodu 30220'dir. Bu hamamda həm dəmir vasitələri, həm kafeli, həm metlaxı, həm rakvinanı təmizləmək olar. Antiskali. Bu məncə nə deməkdir? Kəf olur, belə ağartı. Rıjafçina hamısını təmizləyir. Burada yazılıb. Antinalot. Daha sonra sizə bunu göstərim. Greenly seriyasından ev təmizləmə, tualet təmizləmə vasitəsidir. Təzəlikcə belə bir hal baş verir. Bu hamamda olanda bacımın yoldaşı gəlib ki, bax, sən bir dənə burada minus iş görmüsən. Niyə? Deyir, Faberlik olmayan məhsul qoymuşsan. Deyir, bu Faberlik olmayan deyil də Faberlikdir. Deyir, üstündə Faberlik sözü yazılmayıb. İnanırsınız, mən də onu axtardım ki, görüm harasında bunun Faberlik yazılır. Sonra tapdım. İndi gözüm görmür, amma haradasa burada Faberlik sözü yazılır. Bunun üstündə Faberlik olmadığına görə mənə şey elədi ki, zəmiçənə ki, sən Faberlikin məhsulunu istifadə eləmirsən. Bu isə qavlayan vasitədir, yenə də 0+'dur. Antibakteriyal effekti var. Antibakteriyal effekti 30-112 artikulludur. Yarım litrdir. Çox gözəl qavlayan vasitədir. Mən ancaq Faberlikin qavlayan vasitələrini istifadə edirəm. Vəbsə hər şeyi Faberlik istifadə edirəm. Bu da beləcəkdir. Bunlar isə bu Faberlikin qupqasının qabıdır. Qupqa, maşiyaj qupqası, sponjlar. Bunları almışdım. 90-28 artikul. Hal-hazırda bundan yoxdur. Bu isə Faberlikin o qədər məhsul almışam. Skarokaların tuluyuları, masajör almışam. Ayaq üçün aplikator almışam. Bütün sağlamlıq məhsulları hamısını almışam. 900-434. Bu isə metallik qab yuma vasitəsidir. Qab yuma vasitəsidir. Həm qupqadır, həm də üstü metaldan
bağlanmışdı ki, qazanların dibini yaxşı təmizləmək üçün. Bu Hyaluronika serisindən peeling skatkadır, peelingdir. Üzü bədəni haranı istəyirsiniz təmizləmək üçün. Artikul kodu 120'dir, çox qəşəng vasitədir. Həm nəmləndirici effekti var, həm də baxın təmizləyici. Hyaluron tərkiblidir. Bu da 20 yaşdan yuxarı hyaluron adamda azalır. Bunu istifadə edin, çoxalsın. Qırışlarınız olmasın. Bu isə ayaq kremidir, Venatonik. Məndə neuropati var ayağımda. Ona görə bu krem çox yaxşı təsir edir, ağrıları kəsir. 17-33 artikulludur. Daha sonra diş pastasını sizə göstəreyim. Bu diş pastasının tərkibində misvak var. Artikul kodu 2936'dır. Çox qəşəng, həm tamı qəşəngdir, həm dadı qəşəngdir, həm özü qəşəngdir. Ona görə həm də müalicəvidir. Alın, istifadə edin, xeyrini görəcəksiniz. Və daha sonra tualet təmizləyən bir dənə də var. 3292 artikullu Faberlic Home seriyasından tualet təmizləyicisidir. Dəniz qoxuludur, yəni xlor gəlmir bizim vasitələrdən. Ona görə də bu vasitələrin hamısını alıb istifadə edin. Bu isə ağrı kəsicidir. Bunu təzə açmışıq. Karotkasıdır burada. Piçilina arı zəhəri iləndir. Artikul kodu 1280. Artikul kodu 1280. Bu da belə. Bunlar indi bunlar yoxdur. Biri highlighterdir, biri tuşdur. Biri tuşdur, biri highlighterdir, biri də dodaq pamadası. Görürsünüz, bunun qapağını da atıblar. Uşaqlar belədir, dırnaq lakı. Bu isə pamadanın artıq təkcə qapağı qalıb, özü yoxdur. Bunun da qapağı qalıb, uşaqlar üçün dodaq balzamıdır, qapağı qalıb, bunun da qapağı qalıb. Hər şeyi dağıdırlar, tökürlər. Bu tuş çoxdan qalıb, quruyub. Bu da əl kremidir. Bunun o qədər gözəl iyi var, qoxusu var. Sadəcə bunu da qalıb vaxtı keçib. Çünki o qədər istehsala yeni kremlər gəlir. Mən də məcburam hamısını almağa. Alanda istifadə eləmək olmuyor. Qalanı da qalır, xarab olur, gedir. Bu qablardan mən dəst almışam. Artıq nə də bu çaşqalar, qablar hamısı 12-12'dir. Sadəcə birini saxladım ki, görəsiniz ki, birini belə uzun tarelkadır. Faberlic'in ilin rəmzi kimi at şəklində var üstündə. Bunun qırmızısını da, ağını da almışam. Ağ çaşqalardan, nəlbəklərdən isə təkcə birisi nə qədər almışam. Hərəsindən 24 dənə. Tarelkaları da durur burada. İndi onları qatacağım. Bu isə nə idi bu? Yeni il süfrəsi almışdım. 10 artikuludur. 100% polyesterdir. Razmeri 150'nin 2 ili. Hər il yeni süfrəsi istehsal edir Faberlic. Mən də hər il yenisini alıram. Artikul 910, 489. Nə belə getdi. Kalgotkalarımız o qədər gözəldir. Bunlar indi artikulları bir-birisi saymayacağım. Amma baxın 40 din. Bak bu kalgotka var ha. Bu push-up effektidir. Bu kalgotka yenə də 40 dindir. 40 din. Bu kalgotka qəşəng sıxıcıdır. Qarnı sıxır, bədəni modelləşdirir. Bu isə 120 din kalgotka almışdım. 120 din qış kalgotkası da harasa gedirdim. Gəncəyə gedəndə mütləq bunu aldım, istifadə elədim və gördüm ki, doğrudan çox istidir. Mən əslində kalgotka geyinən deyirəm. Sadəcə vəziyyətə uyğunlaşdırıb aldım, amma çox gözəldir. Bir də indi nə qaldı burada? Bu ləkə çıxarıcı salfetdir. Yenə də uşaqlar açıblar, quruyub. Amma bu çox effektiv bir salfetdir. Niyə? Harasa gedirsiniz, bunu mütləq özünüzlə götürün. Çünki üstünüzə ləkə düşdü, ya yemək yedirsə, nəyəsə bir ləkəsi düşdü. Onu bir dəqiqənin içində yox eləyən bir, hətta pamadanın, çayın, kofenin hamısını göstərib burada da, yodun hamısının ləkəsini aparır. Artikul kodu 552'dir burada, amma indiki dəyişib yəqin bu köhnə versiyadan. Çünki bizdə indi 3300'dən başlayır. Bunlar isə bilirsiniz nələrdir? B qrup vitaminlər kompleksi bizdə yoxdur, bizdə var, hər şey var. Bizdə sadəcə
Azərbaycana hələ ki gəlmir. Amma bizdə var artikul 15.809. Siz Rusiya gedəniniz olsa vurub oradan gətirə bilərsiniz. Mən bunları foruma gedəndə almışdım. Almışdım 3 dənə B vitamini. Əslində 5 dənə almışdım, paylamışam. Bu isə taurindir, qaraciyərin dərmanıdır. Bu dihidroqliseritin. Bu beyinə, qaraciyərə, ürəyə, baxın, ürəyə çox xeyirdir. Bu magnezium xelatdır, magnezium. Yatmamışdan 2 saat qabaq içirsiniz, beyniniz sakit olur. Magnezium. D vitamini ən çox istifadə etdiyimdə D3K2. D3K2-dən çox almışdım, bilməm neçə dənə. Bu Vision Sport, bunu qaqaşa almışdım, gözləri zəif görür ona görə. Bu da beyin üçündür, Lyons Mane. Bunun da artikulları idi yəqin. Artura Forte, bu da qaraciyər üçündür. Bu hər şey üçündür. Qara çörək otu yağı var bunun tərkibində, ot hindi yağı var. Çox şey var bunun tərkibində. Bu immuniteti möhkəmləndirmək üçündür. Bundan əlavə sizə göstərim ki, nəyi göstərim? Bu isə diş ağardıcı qələmin qabıdır. Artikul kodu 3676-dır. Yəni alın, istifadə edin, dişləriniz ağarsın. Bu isə köhnə lakdır. Bu da Faberlikindir. Yəni lak çox yığmışdım bura, amma uşaqlar hara eləyib bilmirəm. Parovka görürsünüz, işlənmiş məhsul. Bunlar da indi tollayacağım, səs çıxartmasın deyə. Belə yığdım. Hər birinizə uğurlar arzulayıram.